Salam uşaqlar, bugün 5-ci sinif üçün 3 paylaşıram sizinlə. Gəlin başlayaq. Birinci sual belədir. Укажите нос. Yəni burada burun göstərməliyik. Nos B variantına aiddir. Çünki A variantında глаз, burada C variantında da пальцы. Дальше, ikinci sual. Укажите собаку. Собака nədir? Əlbəttə ki, bu ittir. C variantı düzdür. Çünkü A variantında koşkadır. Burada da zilyonak. Tak. Üçüncü sualımız belədir. Здороваясь с другом мы говорим. Dostunla salam verərkən deməli, salamlaşanda dostunla necə biz deyə bilərik? Əlbəttə ki, salam deyirik. Düzdürmü? Здравствуй diye biz B variantını seçirik. Çünkü здравствуйте bu уже büyüklərə. İzvinite də üzr istəyirəm. Ona görə də biz B variantını burada seçirik. Tak, dördüncü sualımız. Tak, dördüncü sualımız da bizim belədir. Вечером перед sном мы говорим. Axşam yatmazdan əvvəl nə deyirik biz? Əlbəttə ki, gecə xeyrə deyirik. Düzdürmü? Спокойной ночи deyirik. К слову, он относится. On deyiriksə, bu kişi cinsinə aiddir. Düzdürmü? Deməli, kişi cinsində bilirik ki, samitlə bitir. Marker. Мой marker deyə C variantı seçirik. Altıncı sual. К слову, она относится. Она – это женский род. Yəni, qadın cinsindədir. Və qadın cinsində isimlər A, ya məhki znakla bitir. Və əlbəttə ki, sumka, çanta. Yedinci sual. К слову, один относится. Один saydı və burada bu kişi cinsində verilib. Один deyiriksə, deməli, adinin yanında ancaq kişi cinsində olan isim uzlaşır. Yəni, yola gedirlər. Adna olarsa, onda qadın cinsində gruşa deyə bilərik, sliva. Adno deyiriksə, onda средний рода aiddir. Дальше, 8. Найдите соответствие. Tak, burada lastik görürsünüz ki, kişi cinsindədir. Çünki samitlə bitir. Düzdürmü? Deməli, lastik. Это будет он. B variantı. Palto o ilə bitir. Bilirik ki, o, yo ilə bitən orta cinsli deməli будет оно. Краски. Burada i ilə bitir. Deməli, burada cəmdə verilibdir. Они. Kniga a ilə bitir. Əlbəttə ki, она. Çünki женский roddadır. 9. Найдите соответствие. Buradadır. Кто və что. Belə bir qayda var. Yəni, yadınızda saxlamalısınız ki, çünki ən çox da deməli, səhv burada olur. Niyə? Çünki Azərbaycan dilində heyvanlara belə biz nə sualı veririk, düzdürmü? Amma Rus dilində insanlara da, heyvanlara da, yəni canlılara biz кто deyirik. Кто, kim deyə sual veririk. Что ancaq cansızdır. Gəlin baxaq. Slon. Slon fildir. Əlbəttə ki, olacaq кто? Slon. Mama, ana. Əlbəttə ki, kim? Кто? Penal. Qələm qabı. Əlbəttə ki, bu cansızdır. Və что olacaq? Носки. Əlbəttə ki, corablar. Bu da что sualına cavab verir. Və 10. Напишите прописью. Прописью, yəni burada görürsünüzmü, yazılıb, belə deyək də, kitabda necə yazılırsa çap şəkildə yazılıb. Onu biz əl yazı ilə yazmalıyıq. На ветке сидит белка, yəni budaqda dələ oturub da. Ya necə yazırsınız uşaqlar? Əl yazı ilə. Na, bax bu şəkildə yazırsınız. На ветке сидит. Mən indi burada biraz əyri-üyrü yazıram uşaqlar, çünki şərtində bu şəkildə yazmaq. На ветке сидит белка. Bax bu şəkildə əl yazı ilə qəşəngcə yazırsınız. Və мышка любит сыр. Sıçan pendiri sevir. Второе тоже.
Мышка любит сыр. Любит sır. Bax, bu şəkildə deməli yazırsınız. Belə uşaqlar, sağ olun, görüşərik.